Baxırsınız birinci sualın izahına. Deyir olsa şurası A, B bucağının tənbölənlidir. Tənböləndirsə bura alfa desəm, burada nə olur? Alfa. Nə düşmür? Böyle olur. Alfa 90, bura nə olacaq? 90 çıxılsın alfa. Düzdür? Qeyd edirsiniz ki, bir üçbucağın bir tərəfi və ona bitişik iki bucaq. Digər üçbucağın bir tərəfi və ona bitişik iki bucağa, yəni BTB əlamətinə görə və o sözü yazırsınız. Yazırsınız bir üçbucaq, onun bir tərəfi və ona bitişik iki bucaq. Digər üçbucağın bir tərəfi və ona bitişik iki bucağa bərabərsə, yəni BTB əlamətinə görə bu üçbucaqlar bərabərdir. Bu üçbucaqlar bərabərsə, bərabər üçbucaqların tərəfləri də bərabər olmalıdır. İndi mənə baxın, 90'ın qabağı nədir? OD. Burada 90'ın qabağı nədir? OF. Oradan alırsınız ki, OD bərabər nəyə? OF-ə. Aydındır? Yəni, sadəcə əlaməti qeyd eləməsən ki, bu əlamətə görə. Bu, belə deyək də, ilk düşən ispat idi. Dimin ilk verdiyi ispat idi. İndi baxaq görə ikinci isbatda nə veriblər? İkinci cəhd imtahandır. Bu da asandır. Şərtdə deyir ki, tənbölən. Onda bura alfa desəm, burada alfa olurmu? Diqqətlə baxın bura. Bərabər tərəfli deyil. Şərtə bax, şərtə bax. Və bunu görürsünüz, zigzagı. Onda bura alfadırsa, burada alfa deyəcəmmi? Bir dənə səbirli ol. Orada qeyd edirsiniz ki, bura bir dənə məsələn O deyirsən, yazırsan ki, OSB bucağı SBA bucağı ilə çarpaz bucaq olduğuna görə bərabərdir. Sonra bir dayan, deyim də mən də bilirəm. Bununla bu necə tərəflərdir? Paralel. Onda bu bucaqla bu bucaq uyğun bucaqlardır. Onda bura alfa desəm, burada alfadır. Onu da yazırsan ki, burada K deyir. K, S, O bucağı SAB bucağı ilə uyğun bucaq olduğuna görə bərabərdir. Mən izah edirəm ki, ora necə yazmalısan? Nihat, həlli lazım deyil mənə. Necə yazmalısan ki, tam bal qopardasın. Emin olmaq istəyirsən, o 2 alfa xarici bucaq deyil. Onunla olar. Amma izahını tam verməlisən. O izah deyil. Verməlisən də, deməlisən xarici bucağın əsas xassəsinə görə. Bucağın xarici bucağı özünə qonşu olmayan daxili bucaqların cəmi. Amma onu cümlə formasında yazmalısan. Belə havaydan ora dub alfa yaza bilməzsən. Onda alıram ki, bu üç bucaq bərabər yanlıdır. Çünki oturacağı bitişik bucaqlar bərabərdir. Aydındır? Dediyim izaha cümlə ilə ora tökməlisiniz. Keçdik bura. Bu qəbul sınavıdır. Özünüz də görürsünüz. Bu biraz gəlizdir. Diqqətlə qulaq asırsınız mənə. Şərtdə deyir ki, AC AD-yə bərabərdir. AB'də AE-yə bərabərdir. İspat elə ki, SBD üçbucağı, SBD bucağı DYS bucağına bərabərdir. İndi qulaq asın mənə. Bax, bu üçbucağı görürsünüz. Bunu çıxardıram qırağa. A, C, Y. Razısınız? Sonra bu üçbucağı çıxardıram qırağa. A, B, D-ni. A, B, D. İndi şərtə bax. Deyir, AC AD-yə bərabərdir. AC AD-yə bərabərdir. Razısınız? Sonra mənə deyir ki, AB AE-yə bərabərdir. AB burada, AE burada. Görürsünüz? Bax, fikrim burada olsun. Bir də A bucağı hər ikisinin eynidir. Onda bura alfa desəm, burada alfa olurmu? İndi hansı əlamət oldu? TBT əlamətinə görə. İki tərəf və onlar arasında qalan bucaq, uyğun olaraq digər iki tərəf və onlar arasında qalan bucağa bərabərsə, bu üç bucaqlar bərabər. Nə əlaməti yazırsınız? TBT əlamətinə görə. Şərtdə deyir ki, SBD bucağı, indi bir dənə qulaq asın mənə. Fikrim burada olsun. Burada. Çək əl buradan, lövhəyə bax. İki dənə tərəf var, bax burada, iki dənə xət qoyduğum. Bunun qabağına bir dənə beta yazıram. Onda bir xət qoyduğumun da qabağına qamma yazdım. Eyni hadisə. İki xət qoyduğuma nə yazmışdım? Beta. Onda burada nə yazacağım? Beta. Bu birsinə nə qalacaq sizdə? Qamma. İndi dediklərimi qeyd edirəm bura. Buna yazıram qamma. Sonra bucaq C-yə yazıram beta. Bucaq D-yə yazıram beta. Bir də nə qaldı? Bucaq Y-yə də yazıram qamma. Düzdür? Onda bu qammadırsa qonşusu 180 çıx qamma olacaqmı? Eyni hadisə 180 çıx qamma olacaqmı?
Çıx, oradan alıram ki, bu buzaq o buzağa bərabərdir. Aydındır. Əslində yenə gördünüz, əlamətə gəldi. Olmasa oldu. 9. Qulaq assan biləsən. Qulaq as. Qulaq asma, elə beynində deyir ki, bu misal bitdi. Sən əlsəfa ilə danışa-danışa bunu necə başa düşə bilərsən? Deyir, düz buzaqlı üst buzağın xaricinə seçilmiş çevrənin radiusu böyük yer, daxilinə seçilmiş çevrənin radiusu balaca yer olarsa, onun perimetrinin bu olduğunu ispat edin. Bu əslində asan sualdır, amma bir məsələ var ki, uşaqlar əzbərə qoyur yerinə. Olmaz. Orada tapmalısan böyük yerlə balaca yer nədir? Necə tapılır? Onda necə olduğunu ispat edirəm sizə. Bura baxın. Bu isim böyük yer biz. Göstərirsən ki, bura hipotenuzdur. Böyük yer nədir? Hipotenuzun yarısı. Bu belə, bu asandır. İndi balaca yeri göstərirəm sizə. Buradan bura balaca yerdir, buradan bura balaca yerdir, onda burada balaca yerdir, burada balaca yerdir. Razısınız? Deməli belə, nə edəcəm? Bura bir dənə x deyirəm, onda burada x olur. Bura bir dənə y deyirəm, burada y olur. Razısınız? Onda bunun kvadratı, üstəcəl bunun kvadratı bərabər olacaq x üstəcəl y-in kvadratı. Razıyıq? Onda bu x kvadratlar gedir, bu y kvadratlar gedir. Nə alıram? 4. Bir dəqiqə. 2 kvadrat üstəcəl 2x 2 çıxardaq. Çıxarsam nə verəcək? Bərabərdir 2x y. Nəysə bir səhv elədim. 2-ni çıxartdan çıxarsın. 2'ye bölsəm olacaq r kvadrat. Üstəcəl r vurulsun x plus y bərabərdir x y. Neysə bir səhv eləmişəm. Bir dənə baxsam tutacaq. Deməli, baxırıq 5 nömrəli suala. Şərtdə bizə nə dedik? Bax, görürsünüz bir tərəf, iki tərəf. Bu da bir tərəf, iki tərəf. Bu bucaqlarda zaten bilirsiniz, paralelogramda qarşı bucaqlardır. Düzdür, bir-birlərinə bərabərdirlər. Onda deyə bilərəm bir üç bucağın iki tərəfi və onlar arasında qalan bucaq, digər üç bucağın iki tərəfi və onlar arasında qalan bucağa bərabərdir. Yəni bu üç bucağa bərabərdir. Razısınız? Onda bu hansı əlamət olur? T, B, T əlamətinə görə. Bu üç bucaqlar bərabərdir. Məndən hansı bucaqları istəyir? A, B, Y ilə. Hə, A, B, Y üç bucağı ilə. Bax, bura. C, D, üç bucağı deyir bir-birinə bərabər olsun. İndi, mən bura A desəm, burada nə olacaq bizdə? A, düzdür. Deyir ki, B-yə deyir, tənböləndir. Onda bura alfa desəm, burada alfadır. Qarşı tərəflər bərabərdirsə, bura alfa desəm, burada alfadır. Razıyıq. Sonra, bura beta desəm, çarpaz olaraq burada betadır. Düzdür. Aldım ki, bir üç bucağın bir tərəfi və onun bitişi iki bucaq, digər üç bucağın bir tərəfi və onun bitişi iki bucağa bərabərdir. Bu hansı əlamətdir? BTB əlamətinə görə. Bu üç bucaqlar bərabərdir. Mənə də deyirdi ki, bərabərliyini ispat edin. Aydındır. Keçdik bura. Deyir ABCD paralelogramının ABCD. A və D bucaqlarının tənbölənləri Y nöqtəsində kəsişir. Onda bura alfa desəm, burada alfadır, bura beta desəm, burada betadır. Alıram 2 alfa üstə 2 beta bərabərdir 180. Onda alfa ilə betanın cəmi neçədir? 90. Onda bu da düz bucaqlı üst bucaqdır. Düzdür? Bura S1 desəm, bura S2 desəm, bura S3 desəm. S3 nəyə bərabər idi? Sol. İndi onda deyə bilərəm bu S3 obşu S-in yarısıdır. Düzdür? Bir də deyir ki, ABC üç bucağını ispat elə ki, ABC üç bucağı qırmızı ilə çəkirəm burada. Bax budur. Bax bura. A-yı vurulsun, D-yi bölünsün 2-dir. Axı ABC özü də böyük S-in yarısıdır. Düz deyil. Onda deməli bundan ABC üç bucağın sahəsi bir-birinə bərabərdir.
Yazıram SA7 bərabərdir SABC-yə. A7 də düz bucaqlı üst bucaq deyə eksi olur. A-yı vur D-yi bölünsün 2. Aydın da. Tutuz. Keçdim buna. Bu keçərli gələndir. Hə. Hə. Deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə AB CD-yə paraleldir, BO da OC-yə paraleldir. Sonra mənə şərtdə deyir ki, CD vətərinin mərkəzdə olan məsafəsinin AB vətərinin yarısına bərabər olduğunu isbat edir. İndi mənə qulaq asın. Bilirsiniz ki, mərkəzdən vətərə endirilmiş perpendikulyar onu 2 bərabər C bölür, düzdür? Onda bura x desəm, buralar da x olurmu? Razısınız? Bura bir dənə alfa desəm, bu üçlü 180 bölməlidir. Onda bura 90 çıxılsın alfa olurmu? Bura 90-dırsa, burada alfa qalacaqmı? Onda bu alfadır, bura 90-dır, burada 90 çıxılsın alfa olacaqmı? O da oxşarlığa əsasən nisbət qursaz. Burada alfanın qabağı nədir? X. Onda burada da alfanın qabağı nə olmalıdır? X. Düz deyil. İndi mənə deyirdi ki, bunun yarısıdırmı? Bəli. Aydın da, bir dənə orada oxşarlıq nisbətini qurarsız, bəs o. Bu da ikinci cəhdindir, bu çətin sayılırdı. Deyir ki, bucaqlarından biri 15'dir, onda o birisi neçə olur bizdə? 75. Deyir, düz bucaqlı üst bucağın hipotenuzda çəkilmiş hündürlüyün hipotenuzdan 4 dəfə kiçik olduğunu ispat edin. Burada nə edirəm? Bax, düz bucaqlı üst bucaqda düz bucaq təpəsindən median çəksəm, hipotenuzun yarısı olurmu? İndi bax. Onda bura x desəm, burada bütöv x-dir, burada bütöv nədir? X. Razısınız? İndi bura bütöv x-dirsə, burada bütöv x-dirsə, onda bu isə 15-dirsə, burada 15 olacaqmı? Onda bu xaric neçə olacaq? 30. Mən prosto səhv qeyd elədim. Burada bilirsiniz nəyə? Kör bucaqla iti bucaq düzgün görsənmir. Gəlim, buranı buranı 75 qeyd edeyim. Buranı elə qeyd eləmişdim, yoxsa tərsinə qeyd eləmişdim. Bura 15'dir. Bilirsiniz niyə? Bəyək kör bucaq 30 alınırdı, ona görə düzəltdim. Bura 15'dirsə, bura da 15'dir. Onda bura neçə qalacaq sizdə? 30. İndi 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı deyil. Onda 30'un qabağı h-dırsa, 90'ın qabağı 2h olacaqmı? Onda aşağıda 2x olduğuna görə nə olacaq? 4h. Gördünüz? Sonra bu. Deyir, düzgün üst bucağın daxilinə çəkilmiş çevrənin radiusunun onun xaricinə çəkilmiş çevrənin radiusundan 2 dəfə kiçik olduğunu isbat edin. Elə olmurdu, elə olsa o bəyəkçini də ondan eləyərdim. Deməli, daxilinə çəkilmiş çevrənin radiusu budur, balacayır. Xaricinə çəkilmiş çevrənin radiusu budur, böyüyür. İndi qulaq asın, bərabər tərəflidirsə, bucaqlar atmış olurmu? Bax, görürsünüz, burada 2 toxunan var. 2 toxunan arasından keçən düz xət çevrənin mərkəzindən keçərsə, tənbölən olurdu. Onda bura 30 desəm, burada 30 olacaqmı? Deyirsən ki, 30 dərəcəli bucaq qarşısındakı balaca evdirsə, 90'ın qabağındakı nə olmalıdır sizdə? 2. Oradan olaram ki, böyük yer bərabərdir, 2 balaca yer. Yəni, düstura girmirsən, belə deyirsən. Sonra bu. Deyir, MACD düzgün dördbucaqlı piramidasının ABC'de oturacaq. Deməli, oturacaq ABC'dedir. Burada bir dənə M qeyd edirəm. Şərtdə deyir ki, diagonalların kəsişmə nöqtəsi O'dur, oturacağın diagonallarının kəsişmə nöqtəsi. Bax, bura O'dur. EMA və MC yan tillərinin orta nöqtələri. EMA'nın ortası, bir də MC'nin ortası. P və Q'dur. Mənə deyir ki, M, P, O, Q. M, P, O, Q. Bax bu. Bax bu. Deyir, romb olduğunu ispat edin. Necə ispat edəcəksiniz? Bax, bilirsiniz ki, təpədən bu çəkilib yan tillər. O yan tillərin hamısı bir-birinə bərabər olmalı, düzdür? Əgər bu orta nöqtədirsə, bura x desəm, burada x olacaqmı? Düzdür?
Sonra nəyə baxırsınız? Bax. Bu üç buzağı görürsünüz. Dəqiqə. Mavi ilə rənglədiyim üç buzaq. Görürsünüz? Görürsünüz bu üç buzağı. Bax, bura x dedimsə, burada x daxı. Onda bu oturacaq 2x olurmu? Bu da orta nöqtələri birləşdiribsə, 2x x-ə böləcəm. Bura x eləyəcək. Razısınız? Bax, bu üç bucaqdır mavi. Görürsən? Bura 2x deyil. Onda bu da orta xətt x olacaq. Sonra da ki, təzdən bir də MBD. Ayşo. Orada x olur. Ayşo. İndi buradan gəlirəm. Prosto rənglər bir dəqiqə. Yaşın alındı. Sarı şeylə vurum, flomasterla. Niyə rəngləmir? Bura rəngləyir, ora niyə rəngləmir? Suamet sırfasında vermedi. Saydamlığı artırılır. Neyse rəngləmədim. Bax, bura bax. Bu, bir də bu. Görürsünüz bu üç bucağı. Bu da bunun orta xəttidir. X dedimsə x-dir, 2x isə burada olacaq x. Alıram ki, dörd tərəfdə bir-birinə bərabərdir. Ona görə rombdur. Aydındır? Sıfat əmək lazım ki, tərəfləri falan bərabər. Hə. Deyir ki, ispat edin ki, qabarıq olmayan dörd bucaqlının tərəflərinin orta nöqtələrin arıza birləşdirməsindən alınan fiqur paraleqramdır. Qabarıq olmayan dörd bucaqlı nədir? Və bu, çökük. Şərtdə deyir ki, tərəflərinin orta nöqtələrini. Deyir, ispat edin ki, bu paraleqramdır. Necə ispat edəcəm? Bax, birincisi mən buradan bir dənə düz xətt çəksəm. Burada 2 dənə üç bucaq var, göstərəcəm sizə. Biri budur. Biri də böyüdür. Görürsünüz, bax, bu həm bunun yarısıdır. Bu da həm də bunun yarısıdır. Razısınız? Çünki həm böyük üç bucağın orta xəttidir bu. Görürsünüz? Bu da aşağıdakı üç bucağın orta xəttidir. Sən yəni bura x desən, bu x bölü 2-dirsə, bura da x bölü 2-dir. Razısınız? Bu aydındır, orta xətt olduğuna görə. İkincisi də ki, buranı birləşdirirəm. Buranı birləşdirəndən sonra rəngləyirəm. Mavi üç bucağı görürsünüz. Mavi üç bucaqda bura məsələn sən y desən, bura olur y bölü 2. Düzdür? Eyni şəkildə bu biri tərəfdən baxın. Bax belə. Görürsünüz? Bura y-dirsə, bura nə olacaq? Y bölü 2. Oradan alıram ki, qarşı tərəflər bir-birinə bərabərdir. Aydındır? Həm də orta xətt olduqlarına görə paraleldir. Qırmızı qələm zat sağlıq olarsa. Ha, onda bir problem yoxdur. Deyir, mərkəzi O nöqtəsində olan çevrədə AD BY bərabərdir. AD BY. Onda bura x desəm, burada nə olur? X. Bura A deyəcəm, burada bir dənə B deyəcəm. İndi xassəyə əsasən bunun vurulsun bu. Bərabər olmalı deyil, bu vurulsun buna. B üstəcəl x-ə. Olacaq A kvadrat üstəcəl AX bərabərdir. B kvadrat üstəcəlsin BX. AD BY bərabərdir. CD SY bərabər olduğunu ispat edin. Yığaq bir tərəfə. Üstəcəl AX çıx BX. Buradan A çıx B A üstəcəl B'dir. Buradan da X'i çıxardanda A çıx B'dir. Sonra A çıx B'ni çıxardıram. Qalır A üstəcəl B üstəcəl X. Bərabərdir 0. İndi sual verirəm. Sizcə üç tərəfin cəmi 0 ola bilər? Mənfi tərəf ola bilir. Necə cəmi 0 verirsin? Bu olanmaz. Deyirəm A çıx B 0-dır. Onda A B-yə nədir? Bərabər.